Franz Kafka. Qonşu. İşlərimin əsas yükünü özüm çəkirəm. Girəcəkdəki otaqda 2 qız oturur və oraya da 2 yazı makinası, qovluqlar qoyulub. Mənim otağımda isə bir yazı masası, kassa, məsləhət vermək üçün ayrı bir masa, telefon və yumşaq kreslolar var. İdarəmdə olan əşyalar yalnız bulardı. Axı nə qədər sadə olsa idarə eləmək də bir o qədər asanlaşır. Mən çox cavanam, işlərim də öz axarı ilə gedir. Ona görə də heç nədən və heç kimdən şikayətlənmirəm. Yeni ildən qonşuluqdakı balaca boş mənzili də cavan bir oğlan kirayələdi. O mənzili də götürməyə çox tərəddüd eləyirdim. Axırda əlimdən çıxdı. 2 otaqlı mənzil idi, üstəlik mətbəxi də vardı. Otaqlar mənə lazım ola bilərdi, çünki oturduqları otaq bəzən qızlara darlıq eləyirdi. Bəs mətbəx nəyimə lazım olardı? Elə məhz bu sual üzərində xeyli götür-qoy elədiyimdən həmin mənzili əldən verdim. İndi orada cavan bir oğlan oturur. Adı Harras'dır. Orada nə işlə məşğul olduğundan da xəbərim yoxdur. Qapısından bir lövhə asılıb, Harras'ın bürosu. Oradan buradan öyrənmişəm ki, onun işi də təxminən mənimki kimidir. Kredit məsələsinə gəldikdə elə bir xüsusi xəbərdarlığa ehtiyac yoxdur. Çünki söhbət burada nəyəsə can atan, bəlkə də gələcəyə yaxşı olacaq cavan bir oğlandan gedir. Ancaq indi, deyəsəm, mülkü varidatı yoxdur. Ona görə də kredit vermək məsləhət deyil. Bəzən pilləkəndə Harras'la rastlaşıram, ancaq həmişə tələsənə oxşayır. Yanımdan sözün əsl mənasında qaça-qaça keçib gedir. Hələ indiyəcən onun üzünü əməlli başlı görə bilməmişəm. Çünki otağın açarını əlində hazır saxlayır. O dəqiqədə açıb içəri girir. Elə bil Siçovulun quyruğu qapının arasından sivişib keçir və mən yenə də üzərinə Harras'ın bürosu yazılmış lövhə ilə üzbəüz qalıram, halbuki bu yazını layiq olduğundan da çox oxumuşam. Divar həddən artıq nazik olanda vicdanla işləyən adamı satır, vicdansızı isə gizlədir. Otağımdakı telefon məni qonşumla ayıran divardan asılıb. Ancaq mən bunu istehza ilə deyirəm. Çünki həmin telefon o biri divardan asılmış olsaydı da, qonşu otaqda danışılanların hamısı eşidilərdi. Müştərilərimin adını artıq telefonda çəkməyi çoxdan yadırğamışam. Ancaq yenə də bəzi səciyyəvi sözlərdən, söhbətin qaçılmaz gedişatından həmin adamın adını bilmək üçün o qədər də hiləgər olmağa ehtiyac yoxdur. Bəzən o qədər narahat oluram ki, dəstək qulağımda, barmaqlarımın ucunda, yerimdəcə rəqs eləməyə başlayıram. Ancaq yenə də sirlərimi gizlədə bilmirəm. Əlbəttə, buna görə işlə əlaqədar hər hansı bir qərar çıxarmaq lazım gələndə inamsız oluram, səsim titrəməyə başlayır. Görəsən mən telefonla danışanda Harras neynir? Əgər çox şişirtmək istəsəm, bəzən həqiqəti üzə çıxarmaq üçün tez-tez şişirtmək lazım gəlir. Belə deyərdim. Harras'a telefon lazım deyil. Elə mənim kimdən istifadə eləyir. Divanını divara yaxın çəkib qulaq asır. Mənsə əksinə. Telefon cingildiyən kimi onun yanına qaçmalı oluram. Müştərilərin istədiklərinə qulaq asıram. Çox vacib qərarlar çıxarıram. Onları güc-bəla ilə yola gətirirəm və bütün bunları eləməkdəykən eyni zamanda da istər-istəməz divardan Harras'a məlumatlar ötürürəm. Bəlkə də söhbətə heç axıra kimi qulaq asmır, məsələnin mahiyyətini başa düşən kimi ayağa qalxır, adəti üzrə qaça-qaça yolunu şəhərdən salır və bəlkə də mən dəstəyi yerinə asmamış, şəhərdə mənim əleyhimə təbliğat aparır. NAR təhsil və elmə, mədəniyyət və maariflənmənin təbliğinə hər zaman xüsusi önəm verib. Mobil operatorun dəstəyi ilə klassik və müasir Azərbaycan ədəbiyyatının, eyni zamanda dünya klassiklərinin əsərlərindən ibarət ödənişsiz audio kitablar hazırlanır.